Salam əziz və hörmətli dostlar, xoş gördük. İndi mən burada neynəməliyəm ki, bunu dostları dəvət eləmək olur, olma, nədir dəvət eləmək olur, onu bilmirəm ki. Okay, qeydim dalıya, qeydim otağımdan çıxdım eşiyə. Okay. Share nəmə share eləyək. Salam əziz və hörmətli dostlar, xoş gördük sizi. İnsafəli Hidayətəm və Düşüncə Bağı adlı düşüncə otağının təqribən 2 gün sonra başlamasını xəbər verməyə çalışıram. Çalışıram ki, sizlərdən xahiş eləyəm, tamam dostlarınızı dəvət eləyəsiniz. Clubhouse-da Düşüncə Bağı, buna ərəb əlifbası ilə yoxsa latin əlifbası ilə yazsaz gələcək. Və Balkanlarda da yayılma politikası, aydınlanma, artıq yumuşaq siyasət izləmələri və s. bir şeylər oxudur. Okay. Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən söz verdiyim kimi, qoyun mən bu gözlüğümü dəyişim, ərz edeyim xidmətinizə ki, mən bir neçə gün bundan qabaq yadınızda olsa dostlar, burada danışırdım və bərabər bir nəticəyə yetişdik ki, bir düşüncə otağı açaq, adını qoyaq, yəni think tank açaq, adını qoyaq, bunları danışdıq bir-bir və bu addımları götürdük. Dedik ki, bir think tank açaq, bir düşüncə otağı açaq, adını qoyaq Düşüncə Bağı və burada birinci qonunu bu məsələyə nə mənə seçdik? Güney Azərbaycan və İranda İran adlı siyasi varlıqda yaşayan türklərin siyasi partilərin axtaraq, burada tanıyaq və tanıtdıraq. Görək ki, nə istəyirlər, stratejiləri nədir, taktikləri nədir, əsasnamələri var ya yox, məramnamələri var ya yox, nə istəyirlər, necə o istədiklərini istəyirlər yetişsinlər, bu cür bir konuları danışdıq və qərar oldu ki, bu işləri görək. Mən sizə bir neçə dəfə keçən 2-3 həftənin içində rapor vermişəm bu haqda ki, işləri hara getirdik. Birinci bu idi ki, Azərbaycanlı və İranda yaşayan türklərin siyasi partilərini tanıyaq, axtaraq, onları tapaq. Onlardan bir listə çıxartdıq və onlarla yazılaşdıq. Onları dəvət elədik və onların da ikisindən sonra qalanı qəbul elədi. İkisinin biri deyib gəlməyəcəyəm, feylənlikdə. O birisi də deyibdi ki, Döktür Çehriqani Cildə deyiblər, Çehriqani bəy deyibdi ki, mən içəridəki və eşikdəki adamlarımızla məşvərət eləyim, cavab verim. İndi feylən bir aya yaxındır, cavab gözləyirik. Umaram ki, cavab versinlər.
qaçmaq anlamına gəlməsin. Yəni bu bir taktikdir. Mən məşvərət elərəm, cavab verirəm, o anlama gəlməsin. Əlbəttə biz istəmirik müttəhəm eləyək birin ki, gəlir ya gəlmir, amma məsələ budur ki, dostlar, biz burada partilərin tüm sahələrdə öz millətimizə görə, qonşu millətlərə görə, dost millətlərə görə, düşmən millətlərə görə istimar nədir, işğal nədir, nə istəyirlər, istiqlal istəyirlər, federalizm istəyirlər, İran içində qalmaq istəyirlər, xudmuxtariyyət istəyirlər, Türk dünyası ilə nə cür düşünürlər, özlərini Türk bilirlər, Azəri bilirlər, İranlı bilirlər. Bunların bir çoxları savaşmaq istəyəcəklər, düşmənlər savaşsalar nə edəcəklər, savaşmayan olsa nə edəcəklər, iqtisadda nə düşünürlər, təlim tərbiyətdə nə düşünürlər, behdaşda nə düşünürlər, qadınlar haqqında, uşaqlar haqqında, yaşlılar haqqında, mərizlər haqqında, xəstəxana, bimaristan, dava, dərman, döhdür haqqında nə düşünürlər? Bu cür bir şeyləri çox, 500 dana əgər yadınızda olsa, 500-ə yaxın soru çıxartdıq, göndərdik qonaqlarımıza. Və orada da sizin üçün oxuduq, biz bir dana usul qoymuşuq bu danışıqlar üçün. Demişik ki, bu otaqda bir əxlaqi deməyək, bir prinsiplər var, bir usullar var. Bu usulların əsasında sözləri aparacağıq və danışıqları qabağa aparacağıq. Buradan heç kəs deməyib ki, biz o sözlərlə, o usul prinsiplərlə müxalifiq. Bu özü bir gözəl bir şeydir. Yəni hamı bundan yaxınlaşıbdır, yaxçıdır. Ondan sonra əziz dostlar, soruları yazdıq, 500-ə yaxın soru yazdıq və bunları tamam dostlara göndərdik. Buradan heç kəs deməyib ki, yox, mən bu sorulara cavab verməyəcəm. Bu da bir məsələdir. Xidmətinizə yetirim. Niyə bunları ərz edirəm xidmətinizə? Buna görə ki, biz gələn həftədən, yəni bu cumadan ki, sabah yox, bir gündür, bu gün çərşənbədir, sabahları cumadır, axşamıdır, bir gün cuma. Cuma günü bu zamanlar saat, əlbəttə saat 9 Təbriz vaxtı ilə, indi təqribən 9:30 da keçir. Ona qalır 1 rub, 12 dəqiqə. 9-dan başlayacağıq bu işə. Bir dana problemə rast gəlmişik, bir problemlə üzləşmişik. O da budur ki, Kanadada və Amerikada olan parti üzvləri, siyasi partilərin üzvləri, liderləri hamısı işləyir. Bilirsiniz, Avropada olanlar da işləyirlər, işləmirlər, onlardan xəbərim yoxdur. Amma bilirəm ki, işləyirlər, bu Kanadakı, Amerikadakılar. İşləməsələr, çörəklərini çıxada bilməzlər, kirayələri var, ev qıstı var, bimə var, filan var. Bunları verə bilməzlər. Onun üçün bunlar işləmək zorundadılar. Saat 9 Toronto və Kanadada, yəni Kanada və Amerikada gecə saat, Təbriz saatı ilə gecə saat 9, Kanadada, Torontoda saat 1:30-dır. Məsələn, Albertada saat deyək ki 11-dir. Bunun üçün çox çətindir bu adam iş zamanında gələ, özü neçə saat, 4 saat gərək gələ qala burada hər gün bir həftə. Biraz zor olur. Dostlarla bu nəticəyə yetişdik ki, bəlkə fəqət Albertada olan dostumuzla, Salih bəy İldırım cənabları ilə, Güney Azərbaycan İstiqlal Partisinin sözcüsü ilə bu təvafüqə yetişdik ki, cuma günü ya biraz tez başlayaq, ya biraz gec qutaraq. Çünki o gün Salih bəyin döhdürü appointmenti var, ya appointmenti var hər halda, ora getməli olacaqdır və biz hər halda bunu eləyə bilmərik, kənsil eləyək. Çünki Türkiyədə, Kanadada üzr istəyirəm, Kanadada döhdürə getmək özü bir məşəqqətdir, döhdür az olduğu üçün. Aylar qabaqdan, məsələn, mənim indi 9-cu ayın 22-ci gününə appointmentim var və gedəm o günü. Daha hər nə olsa gərək mən o gün gedəm. Çünki o olmadı, bir də qalacaq gələn ilə. Yəni, beləsidir. Onun üçün o cür olacaqdır. Cüməni gələcəklər, şənbəni, yekşənbəni
Doşənbəni gələcəklər. Səhşənbə, çarşənbə ki bizim 2 dana günümüz vardı. Orada da gələ bilərlər, gələ bilməzlər. Çünki işə gedəcəklər. Belə, yəni burada bu 3 gün ki dedim, cümə okey gələcəklər çünki kollar işin tətil eləyibdi. Doktor appointmenti vardı, falan gələcəkdi. Salam əziz dostlar, xoş gəldiniz. Hamınıza salam ərz edirəm. Var olun, sağ olun ki gəlmisiniz. Düşüncə otağının proqramını xidmətlərinizə yetirirəm ki, sabah yox bir gündən başlayacaqdır. Siyasi hizblər gələcək. Ən başda gələn hizb Güney Azərbaycan İstiqlal Partisinin lideri, sözcüsü cənab Salih bəy İldırım cənabları gələcəkdir və bu haqda öz siyasətlərin, düşüncələrin istiqlalçıdırlar, əlbəttə ki istiqlalçıdırlar, çünki partinin adı istiqlaldır. Amma düşüncələrin tüm sahələrdə 500 suala cavab verməyə çalışacaqlar. Amma özlərinin bir problemləri olduqları üçün gözləyəcək, yəni cümə günü bəlkə 1 saat, 2 saat tez gələrlər, ya 1-2 saat bir vaxt gələrlər. O gün cümə günü sizin xidmətinizə yetirirəm, nədir onu həll eləyəcəyik. Şənbə Kanadada tətildir gələcəklər, yekşənbə tətildir gələcəklər, doşənbə də tətildir gələcəklər. Bu oldu 4 gün. Əgər bu 4 gündə sorular qurtarmasa, biz bir çarə düşündük Salih bəy İldırım cənabları ilə. O da belə ki, o 2 gündə olan sorular üçün işləməyə məcburdur hamı və gündə gecə Təbrizin axşam 9-u bizim burada Albertada məsələn olacaq saat 11:30, nahar çağı 11:30, nahardan da qabaq səhər başlayaq 11:30 olacaqdı. Buna görə ki o zaman gələ bilməzlər. Neynədik dedik ki, eləyə bilsələr, bir vaxt qoya bilsələr okeydir. Olmasa soruların, cavabların yazalar göndərələr. Mən burada həm sorunu oxuyam, həm cavab oxuyam. Ya inki soruları oxuyalar, cavablarını özləri zəbt eləyələr, səsindən göndərələr mənə, mən burada sorunu oxuyam, ya onların da səsini qoyam. Beləliklə bir dana o sorular qalmış olsa bunlara da cavab verək. Bu bizim bu düşüncə bağının, düşüncə bağı otağının, düşüncə otağının, yəni otağı fikr ya think tank'in birinci proqramı belə başlayacaqdır. Amma icazə buyurun ki, o birisi dostları deyək ki, o birisi partilər hər zaman gələcəklər. Onların da tarixlərini mən burada bir-bir sizin xidmətinizə, qulluğunuza yetirim. Hamımız onu bilək və görək ki, deməliyəm ki, ayın 17-sində, yəni üstəm, indi Meydə əgər iştibah eləməsəm, mən indi qatışdırdım buranı, çox üzr istəyirəm sizdən. Meyin 15-idir, 17-sində burada olacaqdır. İran adlanan torpaqlarda olacaqdır 27-si, Ordu Behiştin 27-si, o gündə olacaqdır. Ərz eləyim ki, aha burada, bəli. Beləsi bir mətni yazdıq və tamam qruplara göndərdik vaxtların. Beləsi bir şey yazdıq. Yəni Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisinin sözcüsüdür. Cayıb. Cayıb sözcüsü May ayının 17-sində, 18-də, 19-unda, 20-sində, 21 və 22-sində Təbriz vaxtı ilə axşam saat 9-dan o üzə bizim sorularımıza cavab verəcəklər. İkinci nəfər, ikinci partinin sözcüsü ya lideri ya başqanı Əjdər bəy Təğizadə cənabları olacaqdır. Əjdər Təğizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanıdır. Bu da GDTB. O şeylərin hizbin adının baş hərfləri beləsi toplanır. Bunlar da bir gün vəsətdə istirahət verirəm özümə mən. O birisi hər hal partilər də fikirən bir-birlərinin sözləri məncə eşitməli olacaqlar. Ki görələr nə keçir siyasət dünyasında, onlarla çəlişkiləri nə ola bilər o birisi partilərlə. Bir gün ortada
hər cümə axşamın istirahət verirəm. Cümədən başlayır. Yəni hər cümədən biz proqramı başlayırıq, o birisi çərşənbəyə qədər. Beləliklə Əjdər bəy Təğizadə cənablarının, yəni Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanının sözləri sorularımıza may ayının 24-də, 25-də, 26, 27, 28 və 29-unda olacaq. Bu 6 gündə çalışacaqlar ki, bizim sorularımıza cavab versinlər. Ondan sonra Yunus bəy Şamili cənabları gələcəkdir. Yunus bəy Şamili cənabları Azərbaycan Demokratik Partisi, ADP, Mərkəzi Komitə müşaviridir. Yunus bəy də mayın 31-də, çünki 30-u dedim biz tətil olacaq, cümə axşamıdır. Cümə günü düşür ayın 31-nə və ondan sonra gedək Cun ayına. Cun ayının 1-i, 2-si, 3-ü, 4-ü, 5-də Yunus bəy Şamili cənabları bizim sorularımıza bu düşüncə otağında cavab verəcəklər. Onun sonki həftəsi Salih bəy Kamirani cənabları olacaqdır. Salih Kamirani cənabları Azərbaycan Mərkəz Partisi AMP başqanıdır. Yenə də biz cümə axşamın istirahət eləyəcəyik. Cümə günü 7-sində, Cun ayının 7-si, 8-i, 9-u, 10-u, 11, 12-sində Salih bəy Kamirani cənabları bizim sorularımıza cavab verəcəkdir. O birisi həftə, hərəsi bir həftə vaxt qoymuşuq. Çünki 500 suala heç mən fikir eləmirəm ki, bir həftədə yetişək. Amma belə fərz edək ki, bir həftədə yetişə biləcəyik. Eldar Qaradağlı cənablarıdır. Eldar Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı Başqanıdır. Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı Başqanı GHQHT beləsi desək, əgər ingiliscə hərflərin adını desək, beləsi olacaqdır. Onlar da o sonki həftə gələcəklər. Eldar Qaradağlı cənabları Cunun 14-ü, 15-i, 16-sı, 17, 18 və 19-unda qonağımız olacaqlar və sorularımıza cavab verəcəklər. Ondan sonra Məcid Riza ya Məcid Cəvadi cənablarının növbətidir gələcəkdir. Məcid Cəvadi cənabları Azərbaycan Milli Dirəniş Təşkilatı sözçüsüdür. Azərbaycan Milli Dirəniş Təşkilatı AMIT, MADT təşkilatının sözçüsüdür. Bunlar da Cumadan yenə başlayacaqdır bərnamə. Cunun 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sında sorularımıza cavab verəcəklər. Dostlar, hər həftə bir qonağımız var. Və çox gözəl. Ərz eləyim ki, Sərəskəndoğlu bir saatdan sonra live açacaqdır, ya açın. Mübarəkdir, hər zaman açsaz, gözəldir. Bu, hər qonağımız bir həftə danışacaqdır. Yəni, üst-üstə əgər eləyə bilsələr, 24 saatın içində vaxtları olacaqdır ki, proqramların, hizbiləri bizə tanıtdıralar. Partilərin, siyasətlərin, istəklərin, stratejilərin, bunları bizə tanıtdırsınlar və biz Azərbaycan siyasi partiləri tanış olaq. Ondan sonra Sadıq İsabəyli cənabları gələcəkdir. Sadıq İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilat mənsubudur. Sözçüsü də əgər səhv eləmişəm, bir də xarici işlər məsul olacaqdır, amma özü gələcəkdir. Bunların hamısını hər kəsin özü deyəcəkdir. Yəni mən istəmirəm bunların üstündə çox danışam ki, o partidə, hizbidə ya cəbhədə işləri nədir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin mənsubu olduğu üçün CAMAC deyilir. CAMAC. Cunun 28-i, 29-u, 30-u və Culayın 1-i, 2-si, 3-ü. Bu 6 gündə də bu partinin tüm siyasətləri, düşüncələri, məramnaməsi açıqlanacaqdır. Ondan sonra Mahmud bəy Bilgin cənabları gələcəkdir o birisi həftə. Mahmud bəy Bilgin cənabları Güney Azərbaycan Demokratik Partisinin başkanıdır. GADP başkanıdır və Culayın 5-i, 6-sı, 7-si, 8-i, 9-u, 10-unda burada olacaqlar. Qonağımız otağımızın, düşüncə otağının qonağı olacaqlar və sorulara cavab verəcəklər. Ondan sonra bir həftə sonra Araz Ataxan cənabları gələcək. Araz bəy Ataxan cənabları Güney Azərbaycan Cumhuriyyət Partisi başkanıdır. Yəni GACP partisinin başkanı olaraq gələcəklər. Culayın 12-si, 13-ü, 14-ü, 15-i, 16-sı və 17-sində bizim otağın sorularına cavab verəcəklər. Ondan sonra son parti, əlbəttə fikirlərim bir-iki partini də mən unutmuşam, çağıram, dəvət eləyəm. Onları da buracan hələf eləyən, heç kəs də etiraz eləməyib ki, bu partilər qalıbdır. Ona görə deyirəm, bəlkə, məsələn, Haşim bəy Bilgin fikirlərim bir dənə partisi vardı. Mən Mahmud bəylə bunu fikrim səhv tutmuşam. Onun üçün bir onlarla danışmalıyam. Görüm ki, başqa partidirlər, yoxsa görürsünüz də nə qədər besavadıq biz partilər haqqında. Ki, mən özümü bir siyasi bilirəm. Amma indi bilmirəm ki, Mahmud bəyin bir partisi var və Haşim bəyin başqa partisi var, yoxsa ikisi bir partidir. Bunları danışmaq lazım olacaqdır. Ən son buracan proqramlanan budur. Əmir bəy Mərdani cənablarıdır. Əmir Mərdani cənabları Azərbaycan Öyrənci Hərəkatı AZOH deyilən başqanıdır. Bu Azərbaycan Öyrənci Hərəkatı AZOH deyə Culayın 19-unda 20-si, 21-i, 22-si, 23-ü və 24-ündə qonağımız olacaqdır və bu otağa gələcəkdir. Bundan sonra 3 dənə təşkilata da demişik. Biri deyibdir gəlməyəcəyəm. Çünki onlar əsasnamələr, məramnamələrin, nizamnamələrin və əslində desək şaxələrin üstündə işləyirlər. Ona görə deyir ki, vaxtımız yoxdur. Biz çox ciddi çalışırıq ki, ümumi məcmuəyə yetirək, toplantıya yetirək, əsas hər şey hazır olsun. Daimi başqan, daimi üzvlər seçilsin. Onun üçün məşğuldurlar. Bir ildən çoxdur ki, bu cərəyan adı Güney Azərbaycan Milli Dövlətçilik Şurası GAMDS deyilə tanınan bir mərkəzdir. Çəngiz bəy Göktürk bunun başkanıdır. Və bunlar umaram ki, gəlsinlər. Yəni, mənim özümün göylüm var, gəlsinlər. Amma deyiblər, gələ bilməyəcəklər. Çünki çalışırlar ki, bu 2 ayda kollec sistemlərin hazır eləyirlər, ümumi məcmuəyə aparalar və orada daimi üzvləri başkanlıq və yardımların ya o qollar ki, açılır. Müxtəlif məmləkətlərdə onların məsulları seçilsin. Umaram gəlsinlər. Məncə Ruhullah Muradi Qəşqai Qayi təşkilatının başkanıdır. Bilirsiniz, Qəşqailərin partisidir. Zahirən Qəşqailərin 2 dənə partiləri vardı. Mən hələ o birisini tapa bilməmişəm kimdir. Umaram ki, səs yetişə və deyələr ki, istəyirlər gələrlər. Ruhullah bəy Muradi Qəşqai cənabları deyir ki, o Almanda yaşadığı üçün həm dərs oxur, həm işə gedir,
Onun üçün vaxtı ola bilməz bəlkə gəlsin, amma vaxtları olsa gələcəklər. Onun üçün yedək qoydum bunu. Axirə ki, gəlsələr gələrlər, gəlməsələr də gəlməzlər. Çünki onların biraz müşkülləri vardı. Bəlkə gələ bildilər, bəlkə gələ bilmədilər. Onu baxarıq, görürük ki, nə edərik. Mahmud Əli Çehriqani cənabları da deyiblər ki, mən soruşacağam içəridən, eşikdən, görüm əgər müvafiq olsalar gələrək. Dostlar, o cür ki gördünüz, mən bir rapor verdim ki, kimlər hangi günlər gələcəklər. Yarın, yəni bu günləri çərşənbədə, sabah cuma axşamı. Cuma axşamı mənlə sayın dostumuz, hörmətli yoldaşım Oğuz bəy Türkün Güney Azərbaycandan baxış proqramımız vardı. Orada olacağıq. Orada da mən buna bir işarələr elərəm hətmən. Bir gündən, yəni cuma günündən bizim proqram başlayacaqdır. Bu otağımız və dostları xahiş edəcəm ki, mən Clubhouse-a da indi gəlmişəm. Clubhouse-u başarmıram mən, dostlar. Əgər başaran olsa mənə köməklik eləsin ki, necür bunu, mən adını yazmışam burada, indi də fikrim açıqdır. 2 nəfər gəldi, içəriyə getdi. Amma bilmirəm ki, əlan səs var, yoxdur. Dostlar başarsalar bunu, necür dəvət eləyəcək insanları bura? Bir yol. Əgər dostlar bilsələr, bunu mənə köməklik eləsələr çox yaxşı olar. Dostlardan biri gəlsə, əgər ora və orada mənə köməklik eləsə, bunu düzəlsək. Dostlar, mən ilə bu qədər bugün danışacaqdım. Fəqət bunu yenə xülasə deyim ki, sabah yox bir gündən, yəni cumadan Təbriz vaxtı ilə axşam saat 9-dan hər partiləri qonaq çağırırıq. Hər parti bir həftə 6 gün vaxtı vardı. 24 saat bizim sorularımıza cavab versin. 500 sorumuz vardı. Müxtəlif sahələrdə. Hər sahədə sorumuz vardı. Olmayan sahələrdə də dostların soruları olsa soruşacaqlar. Mən o soruları alacağam və dostlardan soruşacağam. Əgər sorularımda olsa ki, yox, amma sorularda olmasa soruşacağam. Bu qədər. Birinci parti Güney Azərbaycan İstiqlal Partisidir. Salih bəy İldırım cənabları bu partinin sözçüsüdür və birinci qonağımızdır. İnşallah mən umuram, mənim şəxsən İnsaf Əli Hidayət olaraq umuram ki, İran adlanan bölgədə yaşayan millətlərə, o cümlədən hətta farslara belə siyasətdə yeni bir qapı açaq. Yeni bir düşün, siyasət dünyasını dəyişdirək. Yəni biz bu proqramı belə planlamışıq ki, İranda və Azərbaycanda, türklərdə siyasətə baxışı dəyişdirək. Siyasət nədir? Nədir olar? Biz siyasəti nədir anlamalıyıq? Bunları dəyişdirək. Partilər nədir? Partiyələrin vəzifəsi nədir? Proqramları olmalıdır, olmamalıdır. Əsasnamələri, nizamnamələri olmalıdır, olmamalıdır. Məramnamələri olmalıdır, olmamalıdır. Biz onların gələcək üçün nəxşələrin, siyasətlərin, düşüncələrin bilməliyik, bilməli deyilik. Acaba onlar deyə bilərlər ki, məsələn, mən indi demirəm, fikrim qalsın 5 ildən sonra, 10 ildən sonra İran yıxılsın ya bir ayrı dövlət gəlsin, onda mən deyəcəyəm. Qanun əsasiləri var ya yox, bir qanun əsasıya fikirləşirlər ki, yazalar ya yazıblar ya yazmayıblar. Hangi qanun və çərçivə əsasında indi işləyirlər. Bunlar çoxlu uzun sürəli mətləblər vardı ki, bunları bir-bir soruşacağıq və cavab almağa çalışacağıq. Mən umuram ki, içindən neçə dana bunların içindən bir neçə kitab və ondan sonra da dökdürə çıxsın. Eyni halda İranda yaşayan hər kəs ki, siyasidir, dövlət işlərində işləyir, bu suallara cavab vermək məcburiyyətində qoyaq. Yəni, hər kəs sorulardan nümunə, bu nümunə kimi bir dərs kimi görünsün. Sonra gedək, məsələn, İranda olan hizbiləri fərq eləməz ki, hər nə baxışları var dünyaya, fəlsəfələri, hər nədirsə ideoloji, hər nə olursa olsun, onları bu sorğu sualların altına qoyaq və onların millətə tanıtdıraq, özümüz də tanıyaq. Belə bir umudum var, arzum var. Umaram ki, yetişək hədəflərimizə. Çox sağ olun, var olun, əziz və hörmətli dostlar. Görüşmək üzrə ilə. Hələlik.